Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam. Budur en güzel kelam. Allah'ın adıyla başlanan şiir, şüphe yok, elbette tapacaq xeyir. Təki hər işimiz xeyrə calansın, pislər cəhənnəmdə odda qalansın. Yaxşılar görməsin pislik, yamanlıq, sülh, dostluq, səadət, əmin, əmanlıq dünyada əbədi bərqərar olsun. Görüm Allah Teala sənə yar olsun. Can ilham, can mənim əziz qardaşım, ürəyi sahilsiz dəniz qardaşım. Bu gecə əcaib, lal dinməz, yalqız. Səmada nə ay var, nə də bir ulduz. Çırağı sönmüş bir evmi kainat. Bu gecə qul kimi yorğun, narahat. Qarşımdakı vərəq aydın səhərim. Tənhalıq deyilən şey ilham pərim. Gecənin zülməti mürəkkəbimdir. Dəli istirabım, coşğun təbimdir. Mən qaça bilmirəm dərdün əlindən. Əclaf dərd əl çəkmir bədəm əlindən. Öz pislikində, yamanlığında, bu qara dünyanın qaranlığında bədbin bir həyata səsləyib məni, sərt müdhiş gecənin sakitliyini, pozur ürəyimin döyüntüləri, yumulu gözlərin görüntüləri. Bu nə qara basmadır, nə də bir ofsun. Qaranlıq mələyi cəhənnəm olsun. Qəlbim rövnəqləndi mənim necə də, bu qara kabuslu tənha gecədə. Təsəvvüf qəsrimi eyləyib viran, xəyal dünyasından ayrılım bir an. Qaydım həqiqi gerçək həyata. Səndən uzaq olsun müsibət, xata, uğursuzluq, əngəl, azar, dərd, qada. 18 yaşından Almaniyada qurmusan ev, eşik, iş, hər şərait. Hər şeyi həll etmir maddi vəsait. Vətən üçün özünü bu qədər üzmə. Ürək sözlərimi çevirim nəzmə. Ağdamlı mərd Elman kişinin oğlu, kəlmədə, əməldə doğrusan doğru. Mərdlikdir sənin tək oğlun hər işi. Qarabağ şarı Süleyman kişi, sənin rəhmətli babandır baban. Səninlə fəxr edir qohum əqraban. Şarlik sənə öz babandan keçib. Fitrət çeşməsindən ruhun su içib. Hal-hazırda var 49 yaşın. Silsilə dağlar tək məğrurdur başın. Sən igid oğlusan Azərbaycanın. Var ağlın, sambalın, şöfqətin, şanın. Min dəndə bilinir qədir qiymətin.
vətənə sonsuzdur eşq məhəbbətin. Bu sənin ruhunda, təbiətində. Bir yerli olarsa darda, çətində, o anda olarsan o kəsə kömək. Var olsun sinəndə çırpan mərdürək. Daim yardım edib yoxsula, aca, ali insanlığı tutaraq uca tanıtdın çoxuna Azərbaycanı. İctimai tədbirlər, şəhid eysanı. Zəfər bayramı, bayram süfrəsi, gördüyün işlərin kodu, şifrəsi, yalnız vətəninə saf məhəbbətdir. Könüllü, vicdanı məsuliyyətdir. Sən şair ruhlusan, söz sənətin var. Meyxanə demək tək fərasətin var. Orada keçirilən hər milli toy, bayram, sənin meyxanansız olanmaz ilham. Sən də o sənətin sənətkarısan. Sənətkənarı yox, peşəkarısan. Saysız, hesabsızdır sənin tələbən. Onlar yad etmirlər səni bəs nədən? Səni düşündürən pul yox, sənətdir. Bu səndə xüsusi fərqli cəhətdir. Milləti kəlmə-i düldanələrlə feyziyab edirsən meyxanələrlə. Dediyim meyxanə klassik, antik, lirik, fantastik, gözəl, romantik. Sənlə meyxanasız toy keçə bilməz. Təbin qorxu bilməz, vicvicə bilməz. Başladın deyirsən avtomat kimi, meyxanəm məntiqi şeiriyyat kimi. Heç vaxt qaçmamısan söz qabağından. Uşaqlıq dövründən, məktəb çağından. Təbi saxlamısan əlində girov. Yaşad olduğun yer Pasolka, Kirov. Nə az, nə çox. 14 yaşında meyxanə sevdası vardı başında. Maşdağa Kərimin həvəskarıydın. Değişmə meyxanə tərəfdarıydın. Zivəydin, heç kimlə getmirdin yola. Evdən qoymuşdular səni futbola. Top ayağındaydı, kəlmə dilində. Elə həmin ildə yay tətilində futbolçuların ön cərgəsində, Pirşağı Piyoner düşərgəsində, məhəllə uşağın, sinif yoldaşın, dostun, can ciyərin, simsar sirdaşın olan Əzzağanın təkidi ilə ilk dəfə mikrofon alaraq ələ dedin ürək açan şirin meyxana. O gündən atıldın şir tək meydana. Biləcək rövşənli oldun həmxana. Bəli, biləcək rövşənli oldun həmxana. Sənə vurğun oldu bütün el-oba. 1990-da Məşədi Baba, Pasolka Kirovda, Palatka toyda, Mehdi üçün qurulan o götür qoyda ilahi qismətdən sənə gəldi rast. Zərrə çəkinmədin, dedin tam sərrast. Məşdağa Namiq və Dağlı Vüqar bir yerdə söz dediniz, cəmi xiridar sənə əhsən dedi. Bir ağızdan. Söz əzbərləmir, sən bax kağızdan. Nə dedin hamısın sinədən dedin. Kimsədən qalmadın dala. Sən dedin Əzzağa. O dürüst, o doğma bir kəs. Səndə meyxanəyə, sənətə həvəs yaradan söz sənət sənətkarıdır. Qızıl kəlmələrin xiridarıdır.
şəhid olan gündən həsrət qardaşı, əlindən tullandı sənətin daşı. Ey dönərək sakini qəmxaniyə, o əlvida söylədi meyxaniyə o. Bulvarda Vışqanın altı, 9 may, paradda meyxana adlı qurultay. Çox az vaxta düşdün dildən diləsən, meyxana demirdin elə beləsən. Ölçü, vəzin, heca, hərif yerində, qafiyə yerində, rədif yerində, təb rəvan axıcı, özün deyişkən, la belə Ağasəlim ustad demişkən, anıma, manıma, dur gəl yanıma demirdin, and olsun şair canıma. Həmkarlar baxırdı sənə həsədlə. Elçin, Məşidi Baba, Molla Məmmədlə dostlaşıb məclislər bölürdün şair. Qazandıqlarımız Allaha xatir. Paylardın gördünsə harda yoxsul, ac. Səndə pul paraya yoxdur ehtiyac. Sən zanbaq oğluydun Sovet vaxtında. İmkanlı alədə, gənclik taxtında. Rəhmətli atanın sayəsində sən vardın kübarlığın qayəsindəsən. Pul qazanmıyırdı çox atom tək. Atan sənətindən xəbər tutan tək gözündə sanki bir kabut canlandı. Çox narahat oldu, həyəcanlandı. Qorxdu, qurşanarsan nəyşə filana, onun üçün saldı səni o ön plana. Məsləhət, nəsiyyət, qorxu, xof, hədə səni çox danladı, hətta döydü də. Meyxana deməyi qoydu qadağa. Verdin meyxanıya canı sadağa. Sənətə bağlandın iynə sap kimi. Bu işə qoşsalar belə laf kimi, olmadı sənətdən bir an can ilham. Ayrılar mı könül candan? Can ilham. Sənə ilahidən gəlirdi təkan. Buzovna, şağan, filan 5 məkan, bir gündə ən azı 3 toy ziyafət, səni alqışlardı küllü cəmaət. Elçinin qardaşı Şahinin toyu. Səni tanıdmaq üçün vasitə idi bu. O gün Maştağada olan əhali gördülər, deyirsən zərdən bahalı. Düşündün meyxana peşədir sənə, canavar deyirdi məşədi sənə. Fələk saydığını sayır, bunu bil. 1994-cü il. Elçin qovuşaraq əbədiyyətə, saldı sevənlərin dərdə, zillətə. Məşədi zindana, Elçin məzara, Allah lənət etsin mərd məzara. Qardaşın Süleyman, rəhmətli atan, qorxdular, sənin də çıxar bir xatan. Meyxana meydanı, çəkişmə, dava, İski məclisləri, başqa ab-hava. Bilirlər dinc duran deyilsən əsla. Onlar israr edib bax bu əsasla, uzaq durmaq üçün xatadan, qandan səni göndərdilər Azərbaycandan. Rəhmətli Elçinin 40 mərasimi, can ilham. Sona yetişən kimi 18 yaşında köçdün qürbətə. Əlvida demədin şeirə sənətə. Sən düz 1996-da vətənə dönərək arzu, murada çataraq özünə toy etdin. Yəni, Molla Məmmədi, Ağa Mirzəni,
Kərimi, Qobulu, Meymanı dəvət edərək millətdə yaratdın eyrət. Ustadlar toyunda dedi meyxana, sorağı yayıldı Azərbaycana. Fitrətdən qaynayan öz sənətinlə, meyxana tövhəli söz sənətinlə şair, unutmadım bir saniyə də, dəqiq məlumatdır Almaniyada meyxana təməlin quran sən oldun, banisi sən oldun, yayan sən oldun. Orada meyxanasız milli toy olmaz. İştək meyxanaya vuxadnoy olmaz, müqəddəs aylardan savay ancaq. Meyxana yanında üç rəngli bayraq, həm gözəl şairsən, həm də qəzalxan. Hə, yeri gəlmişdən qardaş var Sərxan. Eşq olsun o böyük şərəfə, ada. 8 il olsa da Almaniyada elə bu yaxında bilib, deyim bil. Nə az, nə çox, düz 33 il qabaq söz demisən toyunda onun. Söz, deyilişin, tərzi, sənin səs tonun möhtəşəm tərifə layiqdir qardaş. Dərd sənin qəlbində qurmasın bardaş. Sənə uzun ömür, can sağlığı və əbədi xoşbəxtlik, ilahi qüvvə, şəxsi işlərində müvəffəqiyyət, həyata nikbinlik, sevgi, məhəbbət, bir də bilirsən arzulayıram. Can İlham, bunu xüsusilə vurğulayıram. O iki bala bu xoşbəxt görəsən, nəvə nəticəli ömür sürəsən, Can İlham. Gör şair sənə nə deyir. İstədim arduva yazdırım şeir. Dedim özüm yazım. Durdum sözümün üstə, çörəyim olmayıb dizimin üstə. Və yazdım Allahın köməkliyi ilə, ilahi təbimin zirəkliyi ilə. Sən buna layiqsən qardaşım, inan. Təki sağlıq olsun, tez bir zaman inşallah vətəndə görüşənə dək. Bu arzu eşqi ilə çırpınır ürək. Bu arzu eşqi ilə çırpınır ürək. Ürək sözlərini ötəri ani, yazıb səsləndirdi Ramiz Təkani. İnşallah, amin. Allahdır hər kəsə, hər şeyə zamin. Var ol bütün varlığınla, bağrıma basıram səni bir qardaşım tək.